Qədər barəsində cahil sual var idi. Deyirdik, məsələn, bir şey mən istəyirəm. Allah mənə verməsin ona. Deməli, bu Allahın seçimi olur, yoxsa mənim seçimim olur? Bismillah və salatu və selamu alə Rasulillah. Əslində çox verilən suallardan da biridir bu qədər haqqında olan suallar. Qədər mövzusu. Qədər mövzusu əslində elə bir mövzudur ki, bunu çox gündəmə getirmək lazım deyil. Nə barədə? Ali ibn Əbu Talib radiyallahu anh deyir ki, qədər deyir Allahla qullar arasında bir sirdir. Qədər qullarla Allah arasında bir sirdir. Bu birinci məsələ. İkinci məsələ, insanların əksəriyyəti fikirləşir ki, niyə görə belə oldu qədərim? Və yaxud Allah mənə seçimi veribmi və yaxud verməyibmi? İnsan gərək əməl etsin xeyir üzərində. Ən böyük dəlillərdən birisi nədir biri? Axı sən bilmirsən Allah sənə nə yazıb? Düz bilən var mı Allah onun nəsə yazıb? Onda sən əməllərini davam elə də. Bu sualı sahabələr də vermişlər Peyğəmbər sallallahu aleyhi ve sellem. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim hara gedəcəksə oraya üçün hazırlaşır. Hədisi məğzində belə keçir. Bu birinci məsələ. İkinci məsələ, biraz öncə dediyim kimi, madam ki sən bilmirsənsə, Allah sənə nə yazıb? Sən onda Allah haqqında yaxşı zəndə ol. Gözləmə ki, nəsə olacaq. Gözlə ki, yaxşı olacaq. Sən bilmirsən də, düzdür? Yəni, bir ildən sonra nə olacağından xəbərin varmı? Və yaxud bir aydan sonra. Bu ikinci məsələ. Üçüncü məsələ, barakallahu fikum, niyə görə insan Allahın ona verdiyi nemətlərə görə demir ki, nə yaxşı, elhamdülillah, Allah bunları mənə verib. Allah bunu mənim qədərimdə yazıb. Nə qədər yaxşılıqlar var, düzdür? Nə oldu bir dənə pis şey olan kimi insan fikirləşir ki, niyə bunu Allah mənə belə yazıb? İnsanlar gördü, subhanallah. Niyə qabaqcadan fikirləşmirsən ki, Allah sənə 2 dənə göz verib? Allah bunu sənə yazıb da. Elə deyilmi? Sənə başa düşən ağıl verib. 2 ayaq verib, 2 qol verib. Körlərdən fərqli olaraq, karlardan fərqli olaraq, şikəstlərdən fərqli olaraq. Allah sənə can sağlığı verib. Allah sənə evlatlar verib. Bunlar hamısını Allah sənə yazıb da. Elə deyilmi? Sən elə belə fikirləş də. Belə fikirləş ki, Allah gör nə qədər mənə şeylər verib. Bunların hamısını Allah mənə öncədən yazıb. Düzdür, yoxsa yox? O insanlar Allah qorusun. Yəni, əslində və aleykümselam və rahmetullah. O insanlar özləri də bilmirlər əslində nə axtarırlar. Sözün əsl mənasında özləri də bilmirlər nə axtarırlar. Düzdür? Yəni, subhanallah fikirləşirlər ki, niyə görə belədir, niyə görə belə deyil, niyə görə belə oldu. Sən yaxşılıqları fikirləş, yaxşılıqlar haqqında və fikirləş ki, Allah sənə görə nə qədər yaxşılıqlar yazıb, subhanahu teala. Qaldı ki, qardaşın sualı məsələsinə, seçim məsələsinə, barakallahu fikum. Seçim belədir ki, Əhl-i-Sünnə vəl Cemaatda qədərlərdən və cibrillərdən fərqli olaraq Əhl-i-Sünnə vəl Cemaat ortadır da, bütün firqələrdə olduğu kimi Əhl-i-Sünnə vəl Cemaat həmişə ortadır. Əhl-i-Sünnə vəl Cemaat deyir ki, olanlar, hansı ki olub keçiblər və olacaqlar hamısı Allahın qədərinədir. Hamısı Allahın istəyinədir. Lakin Allah subhanahu wa ta'ala bizə ixtiyar verib müəyyən məsələlərdə. Həmin bu ixtiyar verilməsi də ixtiyarın verilməsi. Bu da elə Allahın qədərindəndir. Bu da o qədərin içərisinə daxildir. Allah bizə ixtiyar verib subhanahu wa ta'ala. Misal üçün, yaxşını pisdən ayırt etmək üçün, elə deyilmi? Yaxşını pisdən ayırt etmək üçün Allah subhanahu wa ta'ala bizə ixtiyar verir. Kimsə, necə deyərlər, bu bizdə bir məsəl var, deyir ki, özünü çıxıb damın başına atarsan da. Elədir, yoxsa yox? Eləməzsən də, bu birisi məsələlərdə də Allahın izni eləmirsən. Həmin bu eləməməyin Allahın sənə verdiyi ixtiyardır, subhanahu wa ta'ala. Hansı ki, burada dayanırsan, fikirləşirsən, deyirsən ki, bunu belə eləyim, bunu belə eləyim. Bu da Allahın istəyinədir, şübhəsiz, subhanahu wa ta'ala. İxtiyar verilib nədir? Allahdan, subhanahu wa ta'ala. Qədərlər və cibrillər nə deyirlər? Deyirlər ki, yox. Qədərlər deyirlər ki, nə olursa, yəni olmalıdır. Heç bir şey sənin ixtiyarın ola bilməz. Heç bir şeydə seçim edə bilməz. Cibrillər deyir ki, sən icbərsən. Üzr istəyirəm, icbər, yəni bir mənada məcbursan. Məcbursan onlardan hamısına. Yəni sanki bir robot kimi, robot. Onların ikisinin arasında olan
Əhlüsünnə vəl cəmaət deyir ki, xeyr. İxtiyar var Allahın izni ilə. Həmin bu ixtiyar da nədir? Bu da Allahın istəyi ilə. Bu nəyə bənzəyir? Həmişə fikir vermişsiniz, subhanallah. Əhlüsünnə vəl cəmaət başqa firqələrdən fərqli olaraq həmişə orta yolda olurlar da, düzdür? Hansı misal vermək olar? Misal üçün, Allahın rəhmətini və əzabını dərk etmək məsələsi. Yəni, biz həmişə danışanda Allah rəhimlidir, subhanahu wa ta'ala. Bunun müqabilində deyirik ki, Allahın əzabı da şiddətlidir. Nə qədər rəhmi genişdirsə, o qədər də əzabı Allah qorusun. Şiddətlidir. Bu vaxtda ayətlər var Quran-ı Kərimdə. Maidə surəsində və digər surələrdə. Həmişə, yəni, ümid bəsləyərək ibadət edənlər kimlərdir? Həmişə ümid ilə. Deyirlər ki, Allah bağışlayacaq. Allah rəhimlidir. Murciyələrdə. Deyirlər ki, Allah bağışlayacaq. Allah bağışlayandır. Şübhəsiz Allah bağışlayandır, rəhimlidir, subhanahu wa ta'ala. Biz buna inkar etmirik. Amma bunun üzərində yaşamaq bu murciyələrdir, düzdür? Bu misalı nəyə görə getirmişəm? Qədərlərə, cibrillərə görə. Həmişə qorxu ilə yaşayanlar, əzab ayətlərini götürənlər, rəhmət ayətlərini tərk edənlər kimlərdir? Xavariclər. Və həmişə sevgi ilə ibadət edənlər kimlərdir? Kim bilir? Sevgi ilə, həmişə sevgi ilə. Sufilər. Əhsən. Əhlüsünnə vəl cəmaət nə deyir? Deyir ki, bu məsələdə, yəni bizə bir misal verək, elm əhli bir misal verək, quş kimi. Quşun başı var, sağ qanadı var, sol qanadı var, düzdür? Baş nədir? Sevgi, Allaha sevgi, subhanahu ta'ala. Sağ qanad qorxu, sol qanad nədir? Rəhmət. Görürsünüz, uçur quş. Quş uçur Allahın izni ilə. Amma onlardan biri olmayanda, qanadlardan biri olmasa nədir? Uça bilməyəcək. Baş olmasa uça bilməyəcək, düzdür? Ona görə nə inir həmişə əhlüsünnə vəl cəmaət? Sevgi ilə Allahı sevirik, subhanahu ta'ala. Və ümid edirik ki, Allah bizi bağışlayacaq. Bu da Allahın vədidir. Və qorxuruq ki, Allahın əzabı var. Cəm edirik bir yerdə. Allah daha doğrusunu bilir.